Ana. Məhəmməd Peyğəmbərim verdi anaya qiymət. Oldu sonsuz məhəbbət, etdi anaya hörmət. Ey evlad, insanı yaradan inan bir qüvvət. Demiş ki, ananın ayağı altı cənnət. Bu cənnət dediyim əlçatmaz gözəl adadır. Mömin-i möminat, səbirli insan oradadır. Allahım nə ola, qismət etginən bizləri. Cənnətin qapısında sevindir bu üzləri. Gəlimli dünyada gözü tox olasan gərək. Gedimli dünyanı namaz orucla tərk edək. Daş atmayaq heç zaman özgənin qapısına. Əməllərin ilə xələl gələr bu canına. Paxıllıq, kin-küdurət olmasın bu qəlbində. İnan fani dünyada olmaz dərdi qəmində. Çalış ki, yaxşılıq edəsiz hər bir insana. Gərək ki, bax insan da yaxşılığını qana. Dindirginən ananı şirin olan dilinlə. Yad etginən sən onu müqəddəs bu dininlə. Bu dünyada anadan müqəddəs heç nə yoxdur. İnanın ki, anaya məhəbbətim bax çoxdur. Şəhla Günay sevdi ananı həddən ziyadə. Yada saldı ananı oxuduğu Quranla. Sındırmamış anasının qəlbini o heç zaman. Salır yadına onu ağlayaraq hər bir an. Salır yadına onu ağlayaraq hər bir an.